Bir günlük Şəki vlogu. Hər il Novruz bayramını Lənkəranda keçirirdim. Bu il isə fürsət düşmüşkən Şəkiyə yollandım. Yolüstü Qızılağac adlanan restoranda yeməyimizi yeyib yola çıxdıq və çatdıq Şəkiyə. Ümumi 4 saatlıq yol gəldik, amma o qədər yolda əyləndik, dedik, güldük, söhbət etdik, heç yolun necə keçdiyini anlamadım. Şəhərə daxil olduğum ilk andan etibarən şəhər məni özünə valeh etdi. Açığı özümü bir anlıq Bosniyanın Sarayevo şəhərində kimi hiss etdim. Absurd səslənsə də tarix qoxan Avropa şəhərinə bənzəyirdi Şəki. Biz bura 2 günlük gəlmişik. Şəhər balaca olduğu üçün düşündük ki, bir gündə bir neçə yeri sıxışdırıb gəzə bilərik. İlk istiqamət Marxalı oldu. Gedər-getməz maraqlı mənzərələrin dadını çıxarıb fotolar çəkdik. Həmçinin burada bayram atmosferi yaradılmışdı. İnsanlara şirniyyat və çay ikram edilirdi. Açığı bu mənim çox xoşuma gəldi. Bura otelin qonaqlarından əlavə yerli əhali də üst tutmuşdu. Şəkinin əhalisi o qədər mehriban və mədəni insanlardı ki. Sonra ip üzərində olan maraqlı şou izlədik. Açığı bu maraqlı mənzərəyə biraz da heyrətləndik. Çünki normalda düz yolda insanlar velosipedi sürə bilməzkən o ipin üzərində edirdi. Daha sonra yola çıxdıq və yollandıq buranın məşhur Gəncəli məhəlləsinə. Bayram günləri burada şoular keçirilir, tonqal qalanır və adət-ənənələr icra olunur. Həm bayram, həm Ramazanla əlaqəli burada belə masalar qurulmuşdu. İnsanlara kabab çəkib çörək arası verirdilər. Normalda bunu keçirmək üçün hər il yerli əhalidən pul yığılırmış, amma bu il kimsə könüllü şəkildə ehsan niyyətinə edib. Abedimizi burada etdikdən sonra biraz da akrobatın ip üzərində göstərdiyi şou proqramı izlədik və yollandıq Şəki Xan Sarayına. Xan Sarayı bura piyada 10-15 dəqiqəlik məsafədə yerləşirdi. Sadəcə biraz yoxuş qalxdığımız üçün yorulduq. Çatdıqdan sonra artıq vaxt gecikmişdi. Ona görə də sarayın içinə girə bilməyəcəkdik, amma içərisinə daxil olub ərazini gəzmək qərarı aldıq. Normalda mən daha çox estetik və müasir şəhərləri sevirəm. Amma qəribə şəkildə tarix qoxan şəhərlərin içərisində olduğum zaman qəribə hisslər keçirirəm və çox bəyənirəm. Sarayın ərazisində bu cür otaqlar qurulmuşdu. İçərisində heç bir şey yox idi. Sadəcə fotosessiya üçün insanlar bundan istifadə edirdilər. Biz gec gəldiyimiz üçün sarayın içərisinə girə bilmədik. Sadəcə kənardan gördük. Bura giriş yerli əhali üçün 2 manat, turistlər üçün isə 15 manat idi. Nə qədər ki hava qaralmayıb, gəlmişkən Karvansaraya da baş çəkək dedik. Buranın da ərazisinə daxil olduq. Karvansarayın qapısı ilə açıq idi. Tam girişdə balaca bir hovuz var və insanlar dilək tutaraq bu hovuzun içərisinə qəp yatırdılar. Təbii ki mən də etdim, amma çəkməyi unutdum. Karvansarayın içərisində elə də qeyri-adi bir şey yox idi. Sadəcə maraqlı, tarixi bir tikilidir. Çıxışda isə belə balaca butiklər var. Buradan isə maqnit və aksesuar ala bilərsiniz. Mən aldım və günü beləcə yekunlaşdırdım.